2016-cı ilin yanvarında Quba Retro otelində qeydiyyatçı işləyən Vahab Əmirbəyov növbəni Ariz Bədirxanova təhvil verərkən 211-ci otaqda qalan Elməddin Əhmədovun hesabı bağlamadığını bildirir və bu səbəbdən müdiriyyəti gözləyirlər. Bir qədər sonra otelin müdiri gəlir. O, Elməddin Əhmədovun gecə saatlarında qayıdacağım deyərək oteli tərk etdiyini, Könül Zalovanın isə həmin otaqdan hələ ki çıxmadığını və heç nə sifariş eləmədiyini öyrənir. Uzun müddətli susqunluqdan şübhələnən otel işçiləri otağın daxili nömrəsinə bir neçə dəfə zəng edir. Cavab gəlmədiyini və otaqda televizorun işlədiyini eşidən otel işçiləri ehtiyat açarla qapını açmağa məcbur olurlar. İçəri daxil olduqda otaqda Könül Zalovanın ağzından qan gəldiyini və artıq keçindiyini görürlər. Hadisə barədə həmən rayon polis şöbəsinə məlumat verilir. Polis və prokurorluq əməkdaşları otaqda müayinələr aparırlar. Məhkəmə tibbi ekspertizasının rəyinə əsasən Könül Zalovanın ölümü boyun layihəsinə göstərilmiş təzyiq sonrası baş verib. Hadisədən 2 gün sonra 2016-cı ilin yanvarın 16-sında Sumqayıt şəhər polis idarəsindən Quba rayon polis şöbəsinə qətl törədən Elməddin Əhmədovun gəlib təslim olması barədə məlumat daxil olur. Bahalı oteldə dəfələrlə istirahət edən, dəfələrlə böyük hesablar verən bu cütlüyün cinayət törətməsi olduqca müəmmalı görünürdü. Bəs nə baş vermişdi, niyə baş vermişdi? Beləliklə Elməddin Əhmədov bu dəhşətli cinayətin detallarını danışmağa başlayır. O deyir ki, Könül Zalova ilə 2013-cü ilin noyabrından tanış olub. Həmin vaxt Elməddin Dubaydan Bakıya telefon tranziti işinə baxırmış. Eyni zamanda Moskvada da rəsmi olaraq tikinti işi ilə məşğul olurmuş. Yəni həmin zamanlarda el dili ilə desək, Elməddinin əli yaxşı gətirilmiş və maddi baxımdan vəziyyəti çox yaxşıymış. O, Könül Zalova ilə Dubaya səyahət eləmək, bir neçə gün istirahət eləmək niyyəti ilə tanış olur. Həmin zaman Könül Zalova dəbdəbəli şərtlərlə yüngül həyat tərzi keçirirmiş. Elməddinin təbirincə desək, saatı 200 manata kişilərlə görüşürmüş. Könül səyahətin müqabilində Elməddindən $1000 və iPhone 5 istəyir. Razılaşırlar. 2013-cü ilin noyabrın 24-də onlar ilk dəfə Fly Dubai reysi ilə Birləşmiş Ərəb Əmirliklərinə uçaraq 4 gecə 5 gün Dubayda olurlar. Bununla da Elməddin də Könül də sonu dəhşətlə bitən bir yola qədəm qoyurlar. Bir növ bu tanışlıq hər ikisinin ömrünü puç eləyir. Belə ki, həmin görüşdən sonra Elməddin Könüllə mütəmadi görüşmək istədiyini deyir. Könül şərtlərini açıqlayır. Könül Elməddinlə yaşaması üçün aylıq 3000 manat, evin kirayəsi də daxil bütün xərclər tələb edir. Beləliklə, Elməddin ayda təxminən 6000 manata qədər xərcləyərək Könüllə yaşamağa razılaşır. Elməddin və Könül qeyri-rəsmi ər-arvad kimi yaşamağa başlayırlar. Elməddin deyir ki, bu müddət ərzində Könül onun ailəsində problemlər yaratmağa başlayır. Qaynatasına, ailəsinə zəng edərək nalayiq sözlər deyir və qarşı tərəf Elməddindən boşanır. 2014-cü ilin sentyabrında Elməddin ailəsindən ayrılır. Lakin Könül sənəd-sünəd işlərini də unutmur. Elməddindən borclarını istəməkdə davam edir. 2015-ci ilin mayında Elməddin müflis olmağa başlayır. Buna görə də onlar Nərimanovda yaşadıqları kirayə evi təhvil verir. Bundan sonra ayrılıqda yaşamağa davam edirlər. Könül Sumqayıtda anasının yanında yaşamağa davam edir. Elməddin iddia edir ki, o müflis olduqdan sonra Könül Elməddinin onu tərk edib qaçacağından qorxaraq onun bütün sənədlərini çırıb. Hətta hərbi biletini, diplomunu, sürücülük vəsiqəsini, xarici pasportunu belə. Şəxsiyyət vəsiqəsini də ortadan qırsa da Elməddin onu laminasiyaya verərək təmir etdirir. Elməddin iddia edir ki, o Könülün bütün xərclərini ödədiyi zamanlarda Könül başqa kişilərlə münasibət qurmayıb, ta ki müflisləşənə qədər. Elməddin hətta 2014-cü ildə
maşınını da satır. 2014-cü ilin axırlarından Elməddinin maddi vəziyyətinin pisləşməsinə baxmayaraq Zalova bahalı brend malları almaq üçün pul tələb eləməyə davam edir. Ondan uzaqlaşmaq, ayrılmaq istəsə də qadın buna imkan vermir. Mobil telefonda olan intim məzmunlu yazılarını ailə üzvlərinə göndərəcəyini bildirməklə ona hədə-qorxu gəlir. Könüldən asılı vəziyyətə düşür Elməddin və onun qarşısında aciz qalır. Elməddin deyir ki, könül onun telefon kontaktından bütün hörmət etdiyi insanların və əzizlərinin nömrələrini götürüb, vəd verdiyi, yığılan pulu vermədikcə həmin şəxslərə zəng edərək onu biabır edəcəyini deyirmiş. Hətta bəzilərinə zəng edir, onu biabır edir və növbəti dəfə digərlərinə də zəng edəcəyindən hədələyirmiş. Dekabr ayında istifadəsindəki mobil telefonla Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək yaşadığı qadının onu şantaj etməsi ilə bağlı məlumat verir və bu məsələnin qanun çərçivəsində həll edilməsini xahiş edir. Təxminən 15-20 dəqiqədən sonra onu Sumqayıt şəhəri 3-cü polis bölməsinə dəvət edirlər. Lakin o qorxusundan ora getmir və şikayətini geri götürdüyünü deyir. Yəni deyir ki, artıq şikayətçi deyiləm. Elməddin onu da qeyd edir ki, ümumilikdə könülün yolunda 200 min manatdan artıq pul xərcləyib. Son günlər isə ümumiyyətlə heç nəyi qalmayıb. 2016-cı ilin yanvarın 12-sində görüşüb yemək yedikdən sonra Qubadakı retro otelə gedirlər və gedərək orada 1-2 gün istirahət eləməyə qərar verirlər. Ayın 14-ü də qayıtmağı nəzərdə tutublarmış. Axşam saat 17 radələrində könülün idarə etdiyi Infiniti markalı avtomobillə Qusara gəlirlər. Gecə saatlarına qədər Qusarda gəzişdikdən sonra gecə saat 1-də Qubadakı otelə gəlirlər. İkinci mərtəbədə olan 211 nömrəli otaqda yerləşirlər. 2 gün qaldıqdan sonra yanvarın 14-ü saat 16-ya qədər televizora baxırlar. Axşam biraz otelin həyətində gəzişirlər, şam edərkən bir şüşə araq da içirlər. Könül anasının ad günü olduğuna görə Elməddindən 500 manat istəyir. Bu zaman Elməddin deyir ki, cibində cəmi 210 manat pul var. Zalovanı sakitləşdirməyə çalışsa da, onun iddiasına görə könül onun ailəsinin ünvanına söyüş söyür. İstintaq materiallarında isə qeyd olunur ki, Elməddin Əhmədov 2014-cü ilin mayından etibarən iş qurmaq adı ilə könüldən bir neçə dəfəyə ümumilikdə 17 min manat pul alıb. Könül Zalovaya olan borcunu qaytarmamaq və eyni zamanda son dəfə tələb olunan könülün anasının ad günü üçün istədiyi pulu verməməyə çalışır və bu məqsədlə də könülün həyatına son qoyur. Belə ki, o niyyətini həyata keçirmək üçün sol qolu ilə arxadan Zalovanın boyun nahiyəsindən tutur və döyüş idman növləri ilə uzun müddət məşğul olduğundan topladığı təcrübədən istifadə edərək onu dərhal özünə tərəf sıxır və nəfəs yollarını qapatmaqla boğmağa başlayır. Elməddin isə deyir ki, son olaraq könül anasının ad gününə görə pul istəyir və Elməddinin pul olmadığına görə onu təhqir edir və deyir ki, neçə gündür səninlə buradayam, hardan istəyirsən pul tap ver. Bundan sonra onu yenə də yaxınlarına zəng etməklə hədələyir və davamında Elməddin bir cəhdlə Könül Zalovanı elə anasının ad günündə həyatdan məhrum edir. Könlün öldüyünə əmin olduqdan sonra onu yataqda yatmış kimi uzadaraq üstünü örtür, öz telefonu söndüyündən Könülün telefonunu götürərək otaqdan çıxır. Qapını kilitləyərkən dəhlizdə xadimələri görür və onlara deyir ki, otağı səhər təmizləməyə ehtiyac yoxdur, lazım olsa özü deyəcək, yəni xanım özü deyəcək. Administrasiya isə deyir ki, xanım yatır, özü isə Samur keçid məntəqəsinə gedib qayıdacaq. Açarı da qaytarmır ki, o oteldən uzaqlaşana qədər heç kəs onun cinayət törətdiyini bilməsin. Piyada yola düşür, daha sonra maşın taparaq avtovağzala, oradan da Sumqayıta gedir. Hadisənin səhəri günü dostuna, qardaşına Könülü öldürməsi ilə bağlı məlumat verir. Onlar da Elməddinə polisə deməklərini məsləhət bilirlər.
Hadisədən 2 gün sonra 2016-cı ilin yanvarın 16-sında Elməddin Əhmədov Sumqayıt Polis İdarəsinə yaxınlaşaraq törətdiyi cinayəti etiraf edir. TV11 YouTube kanalı sərfəli reklam şərtləri təqdim edir. Ay ərzində milyonlarla baxış, milyonlarla insan diqqəti istəyirsinizsə, öz məhsullarınızı bizim kanalımızda sərfəli şərtlərlə effektiv şəkildə reklam edə bilərsiniz. Elməddin mərhuma 17.000 manat borcunun olmadığını qeyd edir. Elməddin Əhmədovun cinayəti 121.1-ci qəsdən adam öldürmə maddəsindən 120.2.5-ci tamah məqsədi ilə qəsdən adam öldürmə maddəsinə tövsif edilir. Beləliklə 2016-cı ilin dekabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 1982-ci il təvəllüdlü Elməddin Əhmədov 18 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunur. Salamat qalın.